İranın Xarici İşlər Naziri Abbas Əraqçı dünyanı ağır neft böhranı ilə hədələyib. Nazir bildirib ki, dünya böyük neft krizinə və qiymət artımına hazır olmalıdır. O qeyd edib ki, İranın Amerikaya və dünyaya böyük sürprizləri var. Qlobal İnfoza danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, İrana hərbi müdaxilənin başladığı gündən etibarən Hörmüz boğazının blokada edilmə riski yaranıb. Stat: Hətta müharibənin ilk günlərində təchizatın kəsilə biləcəyi qorxusu ilə neftin qiyməti 119-120 dollar civarına qədər qalxdı. Bu, qısa müddətdə təxminən 30%-ə qədər qiymət artımı deməkdir. Hazırda Brent markalı neftin bir barelinin qiyməti təxminən 90-92 dollar ətrafında dəyişir. Qiymət pikdən düşsə də müharibədən əvvəlki səviyyədən hələ də yüksəkdir. Eləcə də Azerlight markalı neftin qiyməti qısa müddətdə 120-125 dollar pik həddinə çıxıb. Bu, müharibə başlayan gündən indiyə qədər təxminən 22-23%lik artım deməkdir. Əgər Hörmüz boğazı bağlansa və ya ciddi bloklansa, neftin bir barelinin qiyməti 150-200 dollar səviyyəsinə qədər yüksələ bilər. Çünki Hörmüz boğazı dünya neft tədarükünün təxminən 20-30%-nin keçdiyi strateji keçiddir. Əraqçının məlum bəyanatı bəlkə də göysəysi təzyiq və psixoloji mesajdır. Lakin İranın həqiqətən də qlobal neft bazarını ciddi şəkildə sarsıtmaq potensialı var. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.